Salamlar. Bugün sizə bu məsələnin izahını deyəcəm. Xromosom dəsti 8N olan bitkinin 2 qat mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmini tapın. 2 qat mayalanmada bir mərkəzi hüceyrə, bir yumurta hüceyrə və 2 sperm iştirak edir. Bu zaman bizim burada qızıl qaydamız var. Əgər bitki X endirsə, bu zaman qametlər, yəni qametlər dedikdə yumurta hüceyrə ilə sperm nəzərdə tutulur. Bunlar olacaq X-in yarısı qədər, yəni X böl 2. Amma mərkəzi hüceyrə isə X olaraq qalacaq. Yəni burada əgər bizə xromosom dəsti 8N olan bitki deyirsə, mərkəzi hüceyrənin xromosom dəsti 8N olacaq, yumurta hüceyrənin xromosom dəsti 4N olacaq və spermlərin də xromosom dəsti ayrı-ayrılıqda 4N olacaq. O da 2 spermi deyirsə 8N olacaq. Bu zaman bizdən bunların xromosom dəstlərinin cəmini soruşur. 8N üstəgəl 4N üstəgəl 8N bərabərdir 20N. Deməli, xromosom dəsti 8N olan bitkinin 2 qat mayalanmasında iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 20N olar.